Nifrətdən uzaq durun. Nifrət, kin, onun sizə ötürdüyü enerjidən daha pis enerjidir. Sizin özünüzün hiss etdiyiniz nifrət sizə təsir edən 2 qat enerjidir. Ona heç bir təsiri yoxdur sizin ona nifrətinizin. Martin Luther Kingi tanıyırsınızsa, mən onu çox sevirəm. Onun çox gözəl bir sözü var idi. O deyib ki, mən sevgini, məhəbbəti seçdim, sevgini və bağışlamağı seçdim. Çünki kin və nifrət mənim çəkə biləcəyim bir qüvvə deyil. O çox güclü bir qüvvədir. Mən onu çəkəcək qədər güclü deyiləm. Nifrət insanı məhv edir, içdən məhv edir. Nifrət sizin düşmən saydığınız insanın sizə ötürəcəyi ən uğurlu enerjisi ola bilər ki, o sizə nifrəti ötürsə, düşünün ki, sizə yaxşı bir proqram qoşub və özü rahat heç bir enerji ötürmədən yaşaya bilər. Elə bil ki, monetizasiya edir onun energetikasını. Özü bir effort sərf etmir, amma sizin daxilinizdə olan nifrət sizi hissə-hissə məhv edir. Və nifrət çox olan insanda bir fokuslandığımız zaman bir insana olan nifrətə bizim potensialımız zəifləyir. Ətrafda olan gözəllikləri görmürük, ətrafda olan gözəl energetikanı çəkə bilmirik. Çünki fokuslanmışıq o nifrətə, o insan olduğu auraya getmirik ki, oradadır, ona mən nifrət edirəm. O olmasın, o olsa gəlməyəcəm. Yəqin belə eşitmişsiniz söhbətlər. O gələcəksə mən gəlməyəcəm. Buna fokuslanmayın, onun varlığını önəmsəməyin. Amma dediyim kimi, onun energetikasını da heçdən almayın. Bu energetikanı sizə ötürə bilər. Amma seçiminiz nifrət olmasın. Seçiminiz uzaqlaşmaq olsun. Professional, peşəkar münasibət saxlayın. Onlarla nahar vasitəsində getmək. Siz heç kimə, heç nə borclu deyilsiniz. Heç kimə dediyim ətrafınızda olan insanlardır iş həyatında. Borclu deyilsiniz. Sevmirlərsə insanlara sizi sevməmələrinə icazə verin. İnsanların özlərini məhv etmələrinin birinci səbəbi kiməsə bunu icazə verməməkdir. Mən icazə vermirəm ki, məndən xoşu gəlməsin. Hər birinizə gözəl aura, gözəl atmosfer, gözəl energetika arzulayıram. Ətrafınızda gözəl insanları yığın. Təşəkkür edirəm.